Berlində metro, tramvay və əksər avtobus xəttləri fəaliyyətini yenidən dayandırıb. Sürücülər və maşinistlər tətil elan ediblər. İstəkləri isə daha yaxşı həyatdır. Tələbləri yerinə yetirilmədiyi təqdirdə müddətsiz tətil haqqında ümumi səsvermə keçirəcəklərini bildirirlər. Qatar səsindən məhrum qalmış peronlar, boş dayanacaqlar və mənzil başına piyada gedən vətəndaşlar. Bu dəmir barmaqlıqlara baxanda Berlin metrosu bugün orta əsr qalasını xatırladır. Bugün burada qeyri-adi sakitlik var. Nə tələsən insanlar, nə də qatar səsi. Yalnız xəyal qırıqlığına uğramış baxışlar və bağlı qapılar var. Bütün bu mənzərənin səbəbi isə şəhərdə bir neçə gündür davam edən tətillərdir. Berlin Nəqliyyat İdarəsi ilə ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi arasında 16.600 əməkdaş üçün yeni maaş tarifi müqaviləsi üzrə aparılan danışıqlar nəticəsiz qalıb. Verdiyə üzv olan Berlin Nəqliyyat İdarəsi işçiləri aylıq maaşlarına 750 avro artım, 300 avro sürücülük və növbəli iş əlavəsi, həmçinin 13-cü maaş mükafatı tələb edirlər. Biz çox işləyirik, amma maaş artmır. Normal məzuniyyətə gedə bilmirik. İş şəraitimiz çətindir. Yaşamaq gündən-günə çətinləşir. Amma rəhbərlik bizim səsimizi eşitmək istəmir. Hər gün yüzlərlə sərnişin işə getdiyi dayanacaqlar səssizliyə qərq olub. Sakinlər nəqliyyatın işləməməsinin narahatlıq yaratdığını deyirlər. Lakin sürücülərin tələblərinin ədalətli olduğu qənaətindədirlər. Vəziyyət çox ağırdır. Şəhərdə hərəkət çətindir. Amma sürücülərin də normal maaşa ehtiyacı var. Bu hamımız üçün çətindir, amma onlar haqlıdırlar. Hər şey bahadır. Mübarizə aparmasalar heç nə dəyişməyəcək. İş şəraitinin yaxşılaşdırılmaması isə gələcəkdə daha böyük problemlərə gətirib çıxara bilər. Tətil iştirakçıları daha ciddi addımlar atacaqlarını bildirirlər. Məsələn, 4 aprelə qədər müddətsiz məcburi tətil barədə ümumi səsvermənin keçirilməsi kimi. Berlin Nəqliyyat İdarəsi dövlət büdcəsinə əlavə kreditlər götürməklə yardım etməyə hazırdır. Deməli, birdən-birə pul tapmaq mümkün olur. Bəs niyə bu vəsait işçilər üçün ayrıla bilmir? Xülasə, son zamanlar Almaniyada nəqliyyat tətillərinin mütəmadi hal alması olduqca problemli məsələdir. Belə vəziyyət şəhər sakinlərinə narahatlıq yaratmaqla yanaşı, turizmə və şəhər iqtisadiyyatına da milyonlarla avro zərər vura bilər. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.